Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən o diləksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Təqdim edim, mən Ağaçiyev Etibar Əlamdaroğluyum. Bakıyan anadan olmuşam. Özüm birinci Qarabağ müharibəsinin qazisiyəm. Füzulidə, Ağdamda, Cəbrayılda döyüşlərdə iştirak eləmişəm. Hal-hazırda 2-ci qrup Qarabağ qazisiyəm. Nurlan Ağaçiyev mənim oğlum Vətən müharibəsində iştirak edib. Sentyabrın 28-ci gecə şəhidlik zirvəsinə ucalmışdı. Müharibə başlayan günü ayın 27-si mən Nurlanla danışmışam. Özü mənə zəng vurmuşdu. Axır ata-bala arasında söhbət oldu. Mən də özü belə həqiqi mənada belə dəstək oldum ona ki, daha indi bəlkə oldu. Deyib danışdıq elədik. Sonra 29-u mənə ərəbi ki, onun şəhidliyi demişdilər. Nurlan belə doğrudan gözəl insan edeyim, gözəl evlad edeyim, əxlaqlı tərbiyəli. Həmişə çalışmışam ki, sağlam olsun. Ona görə mən ona aradasa 4 yaşından idmana qoymuşam, özüm aparıb getirib gəlirdim. Mən onu o vaxt arayım, sonra yox. Amma deyim sizə, qızlarla yaxşı yola gedirdi. Onun mən paylaşımlarında bilmirəm, görmüsünüz. Oğlandan çox qız dostları olub. Məktəb vaxtı yox, bu texnikumda oxuyan vaxtları əksəriyyəti qız dostları var, rəfiqələri çox idi. Daha Nurlanı dəfn eləyən vaxtı biz elə bil ki, gəldilər mənə dedilər ki, kimsə onu istədiyi qızdır, torpağın üstünə uzanıb, yəni pis ağlayıb da, yəni dəlicəsinə ağlayıb. Gəldilər, dedilər ki, onun istədiyi qız dəfnindən sonra, biz bir yana keçəndən sonra qız üstünə uzanıbdır. Mən də sözün düzü bilmirdim onun istədiyi qızın adını. Mənə deyirdi, belə qapalı deyildi. O gəlib deyirdi, hətta bir dəfə dedi ki, mama istəyirsən danışmaq qızla. Belə elədim ki, yox da istəmirəm. Yəni, amma maraqlanmamışdım da sözün düzü. O yaş elə yaş idi ki, yəni gəldi gedər istəyidi. Sonra bildim ki, bununla oxuyan bir qız var, Aynur adında qız, odur. Daha indiyə qədər də onu WhatsApp səhvimdən profil dilənədilər. Bax, orada Nurlan şəklidir, hələ də onu paylaşır. Yəni, qızlarla daha çox yaxşıdır. Orta məktəbdə daha çox oğlanlardır dostları, amma texnikum vaxtı daha çox qızlardır. Şəkillərdə də baxıram ki, daha çox qızlarla bacı kimi olublar. Həqiqətən onları bacı kimi qoruyubdur. Hələ əskəriyə gedəndə də oradan texnikumdan dekanzat gəlmişdi. Söhbət edirdilər, deyir, gedəndə müəllimlərə yaxınlaşıb ki, bu qızlardan müğayət ol. Yəni, onlar mənim bacılarımdır. Belə, özü hədiyyə verməyi daha çox sevirdi. Almaqdan çox verməyi daha çox sevirdi. Bir dəfə də gəldi ki, istədiyi qıza belə səbət bağlasın. Mən sözün düzü narazı oldum. Çünki o yaşda o cür nə hədiyyə vermək, yəni, mənə görə şey deyil, düzgün deyildi. Dedim, yox, Nurlan, nə edirsən? Amma atası oturdu onun maşına, apardı, bizdə sentr bilər də ora. Apardı, oradan şokolad yağı, belə baha-bahalı konfetlərdə deyək ki, aldı, gətirdi. Yoldaşım da belə kloka da qoydu ki, yolda gedəndə şey olmasın da.
bizim elə qapalılığımız olmayıb oyuna. Uşaqlıqda da nənəsinə zarafatlar eləyirdi. Hərdən hələ nənəsi deyirdi ki, yaxşı ki, mən sizdən qalıram. Başqa yerdə qalsam, elə bilərlər ki, sən öyrədirsən də. Yəni, mən bunu görürəm. Yəni, hazır cavab kimi idi. Belə, çox sevilirdi. İnansız, belə deyim, yaşlı, cavan. İndi bilmirəm, qardaş deyir, qardaşımla işləyir. Müdiriyyət Nurlansız bazarlığa gelmirdi. İnansan, Nurlanla gelirdi bazarlığa. Zəng vururdu müdiriyyət, cavan oğlan idi ki, əmi icazə verirsən, Nurlan bizdən bazarlığa geçsin. Gedirdi, məktəbdən götürürdü onu, gedirlər bazarlıq edirdi. Afisant lazım olurdu, Nurlan'a afisant gətirirdi. Yəni, o qədər belə, sən... İxtisası nə idi? Bakı idarətməni oxuyurdu. Bakı idarətməni oxuyurdu. Sonra amma polis olmaq istədi. Onun da qonşumuz polis idi. 1.85 idi də boyu. Şeylədi ki, get gəl polisliyə ver. Əslində biz dondurmaq istəyirdik. İstəyirdik ki, əskəriyi biraz saxladaq, oxusun. Sonra bu karantin olduğuna görə dedilər ki, yox, lütfü gedin oxuyun da, əskəriyi çəkən. Oldu ona eyni yaşda, həm yaşda əskərliyə gedir. Necə? Nurlanın eyni yaşda, ya sinif yoldaşı, ya dostu. Yox, sinif yoldaşı, dostu yox. Burada qonşu oynan bir avtobusda da videolar var. O eyni avtobusa gedəndə dajı yan-yana oturmuşdu. O dostu gedibdi orada. Dost demədim, qonşu deyərdim də. Belə onunla gedib, Amma sonra başqa-başqa yerlərə düşmüşdülər. Onlar bölgə olur da, mən bilmirəm. Onda karantin vaxtı idi. Nurlan dajı gəldi ad gün eləmək. Əskər getdiyə gəlmək istəyirdilər. Mən xoşum gəlmir əslində əskər getdi olsun. Çünki əskər yola salarsan da bunu. Əslində qayıdışa eləyərsən ki, sevincdən ki, hə, getdi, qulluq elədi, qayıtdı. Eləmək fikrim yox idi, mamam gilə gələ bilmirdi. Çünki karantin idi, bağlı idi sərhəddə. Bağlamışlar rayondan gəlişləri. Nurlan gəldi ki, mama olar, mən bir 3-4 dostumu çağırım da belə. Dedim, istəyirsən çağır. Götürdüm elə yüngül bir şeylər. Bir də Nurlan tortu çox sevirdi. Özü mən pişirən tortları sevirdi. Ona bir yekə tort elədim belə ad günündə. Dedim, qoy yesin də belə. Bir də gördüm ki, elə bir qonşular da mənə zəng vurdular ki, biz gəlmək istəyirik. Çıxılmaz vəziyyətdə qaldım. Atqaz da eləyə bilmirəm. Məcburiyyətdən gətirdim, yemək əlavə elədim pişirməyə. Dolma eləyirdim, zəng gəldi. Zəng gəldi mənə ev telefonuna. Götürdüm telefonu, dedilər Ağakiyev, Nurlan valideyni. Dedim, bəli, mənim valideyni. Və səhər şəxsiyyətini götürsün voyenkomata və vəsiyyətə yola düşür. İnansız, o qədər bədənim əsdi də, dəhşət belə bədənim əsdi. Həyəcan keçirdim. Nəysə, belə oldu, səhər saat 8 idi. 7 idi, bilmirəm. Biz burada uşaqlarla şəkil çəkdirdik, qızlarımla. Atası ilə mən, işlərində dostum. Apardı onu, xırdıram, apşıram. Voyenkomatdan yola saldıq. Müharibə başladı, 29 iliniz şəhərdə. 22'si getdi Nurlan. 22 saat gün oldu. 23'ü apardılar bunu. 15'i bölge oldu. O bir həftədə ikisi getdi Nurlan. 22 saat gün oldu. 23'ü apardılar bunu. 15'i bölge oldu. O bir həftədə bunun and içməsi oldu. And içmə oldu. Hə, hamısı avqust oldu da. Təsəvvür elə ki, dalbadan belə hamısı getdi. L ayında apardılar. Avqustda and içmə oldu. O bir həftə bölgə oldu. Yoldaşım and içmədə qoymurdular. Ondan bir həftə sonra getdi yanına. Gedəndə şeylədi. Ağdamdaydı. Onda yox. Onda Ballıqayadaydı. Ballıqayadaydı. Yoldaşım getdi ki, Bərdəyə saldırsın onu. Yoldaşım orada çatanda zəng vurublar ki, bəs ata, mən Ağdamdayam. Mən də buradan şəkər biraz da pişirib qoymuşdum.
siqaret çəkirdi, atası bilmirdi. Mən bilirdim. Onu da mən yanımda heç vaxt eləməyib, amma bilirdim də, deyirdim olmaz. Nəysə, mənə deyirdi ki, mama, mənə bir şeylər qoyarsan da, o şirniyyatların altına. Dedim, yox, qoymayacam. Həqiqətən də qoymadım. Saat istəmişdi məndən. Saatı çox sevirdi. Mən onun saatların çoxsunu payladım. 4-5-ini saxlamışam. O heç bir şəkildə onun saatı siz görmərsiniz də. Bütün şəkildə sevirdi saatı. Orada mənə dedi ki, vayeni saatı istəyirəm o belə yekəpər, belə saatlardan. Onda da tapa bilmirdi, çıxa bilmədim. O belə başımda internetdə ona qədər başım. Axırı zakaz elədim, onu gətirdilər, göndərdim. O saat sonra yoxa çıxdı, olmadı. Hə, yoxa çıxdı, olmadı. Sonra elə bil ki, o yoldaşım ora gedəndə Nurlan məndən əlaqə saxladı. Məndən zəng vurdu ki, atam hamının işini düzəltdi, mənim işimi düzəltmədi. Yəni gec idi də, Ballıqayadan Bərdəyə aparmaqdan Ağdama getmişdi. Sonra bizim elə bir ailə dostumuzun əmsi oğlu orada böyük vəzifədə idi. Onun yanında olduğuna görə biraz rahatlanmışdı. Elə bir tapşırmışdıq da biz onu. Elə gəldi yoldaşım, deməli sentyabr hər gün belə sonra düşdü şeyə. Öz çaslarında qızdırması olmuşdu. Bax o şəkildə gözlərinin içi də qan bağlamışdı. Qızdırma biraz da ağlamışdı. O şəkil elə şəkildə. O atası yanına gedəndə idi. Sonra 10 gün yatmışdı şeydə. Özlərinin hospitalında, başqa qıraqda yox. Elə müalicə alırdı. Görüntülü zat belə danışırdı. Son danışığı 27-si olub bizlə. Səhər idi. Səhər bizə zəng vurdu. Hə, zəng vurdu ki, müharibə başlayıb. Amma bizi allatdılar. Bizi allatdılar ki, biz yemək gətirmişik əskərlərə. Bunlar düşürlər, yemək gətiriblər. Düşürlər okrujeniyada, elə bir ki, atışma olubdur. Atışma olubdur. Bunları çıxarda bilmirlər. Bunları meşəyə salıblar. Meşədən gözlüklər qaranlıq olsun, elə çıxarsınlar. Bizə bir dəfə zəng vurdu. Yoldaşım da qayıtdı, dedi ki, atıblar mərmi. Ata dedi, məni burada tutturacaqsan. Yəni gizli danışmaqda. Dedi, haradasa 300-400 şey atılıb. Qoz fındıqda, belə danışırlar. Belə danışdı, o şeylə. Bir dənə yoldaşım ona sual verdi ki, Nurlan, ölümün gəldi gözünün qabağına. Nurlan qaçdı aşağı, ona sözdür mənə deyirsən. Bizim danışığımız bu oldu. Sonra biz həmən nömrə ilə əlaqə saxladıq. Həmən nömrə bizə dedi ki, mən kənd sakini idim. Amma elə deyildi də. Bu, deyir, mən düşürdüm, deyir, qəsəbəyə, deyirdim, Nurlan, nə alım, deyirdi, cipsi, sasiska, yəni belə şeylər də. Bilirdim ki, hə, mənlə bir də əskər danışdırdılar, rahatlıq keçirəm belə. Əskər danışdırdılar ki, mən deyirdim ki, mənim uşağın yanında kim olsa bir nəfər danışsın da. Pis vaxtlarım idi, istəyirdim də. Dedim ki, bilim ki, onun son sözü nə olub, nədir? Mənim yalandan bir əskər danışdırdılar. Həmən əskər yaralıymış. Mənlə danışdırdılar. Deyir, Nurlan sakit uşaq idi. Belə dedim, yox, məni bağladılar. Mənim uşağım o deyil də, yəni bu ola bilməz. Hə, nəysə. Hə, o dedi bir dənə Rexonası qalıb, onu da istəmədim. Dedim, neylə Rexona, heç nə vermədilər oradan bizə.